Salam, hər vaxtınız xeyir olsun. Bugün mentaldan növbəti video dərsi çəkməyi planlaşdırdım və bu dərsdə gələn rəylərdən dolayı hər kəsin yüzlükdən, minlikdən işləmək istəyini nəzərə aldım. Çünki çox insan orada böyük rəqəmlərdən işləməyə, hətta vurmalarda belə 2 rəqəmli 2 rəqəmliyə baxmayaraq ki, mən izahatını vermişəm, amma yenə də ona da qarşı, yəni o mövzuda istəyi nəzərə aldım. Növbəti dərsdə inşallah o mövzuda dərslər çəkmiş olacağam. Bugün isə 100.000 dairəsi, ümumiyyətlə yüzlüklə, minliklə necə işləməyin qaydası. Baxın, çox müəllimlər var ki, müəllimlə öyrənir, amma gəlib dərsdə işləyərkən, məsəl üçün, dərs əsnasında artıq gedişatı getmək istəyəndə ki, mən yüzlük, minliyi necə yadda saxlayacağımı, necə gedəcəyimi bilmirəm. Burada çox sadə bir, yəni bunun düsturu var. Düsturu necə deyərdim? Yəni gedişatı var. Gedişat bundan ibarətdir ki, biz məsəl üçün deyirəm ki, 128 üstə gələ 245. Mən təbii orada o anda elə 245-də həmən anda düşünsəm, beynimə atdığımı yada saxlaya bilməyəcəm. Məcburuq ki, yüzüyü orada otuzduraq beynimizdə. Və hər zaman bir çox asan bir üsul var ki, mən bunu özüm də bu tərzdə gedirəm, şagirdlərimə də, müəllimlər də öyrədərkən bu qayda çox işə yarayan qaydadır ki, yəni hər birimizin yaddaşı möhtəşəm deyil də ki, bütün hər bir şeyi yadda möhtəşəm şəkildə saxlaya bilək. Elə insan var ki, yəni qısa müddətli yaddaşı var. Az əvvəl beyninə atdığı nəysə yaddan çıxarır. Ya fikri gedir əlindəki onluğa, təhliyə, karmaya, karmadan çıxmaya. Ona görə beynindəkiləri orada saxlaya bilmir yadında. Bunun ən gözəl üsulu yüzlüyü, minliyi səsli şəkildə demək. Bu çox işə yarayır. Hətta proqramla işləyərkən belə ki, o sürətdə proqram ki var biz. Orada hər zaman işləyərkən belə əllər, təhlik, onluq öz yerində işləyir. Yüzlük, minliyi səsli deyilik. Məsəl üçün, deyirəm ki, 128. Gördünüzmü? 128-i əlində tutdum. Üstə gələ, indi 234-ü gələsiyəm. 128, üstə gələ 234. Mən bunu təbii rahat gələ bilməm. Amma yeni başlayan üçün 128 üstə 234-ə həmən gedə bilməyəcək. Zaman müddət lazımdır ki, onları işləyə-işləyə artıq gəlib o onluğu təhliyi də qaydasına salmağı özü bacaracaqdır. Bu da təbii ki, bir müddət aparacaqdır. Bunun öyrəndikdən sonra tətbiq edəkdə artıq daha da sürətli bir tempə gəlməsi və s. Məsəl üçün, deyirəm ki, 128, üstə gələ 200, hələ bu hissəsində gələndə sizə o qaydanı öyrəm, amma 200 attım, beynində oldu 300. 34 deyəndə 20-yi bağlayıb 50-yə gəldim. 4 deyəndə 6-ını bağlayıb 10-a gəldim. Başıma da bildim ki, 300, gördünüzmü? Səsli dedim mən orada. Üstə gələk 560. O 560-ın elə 60-ın karmasını gəlməmişdən əvvəl. 300 başımda, 500 deyəndə biləm ki, başımda oldu 800. 60 deyəndə bağlamağa 40-ım yoxdur. 110 bağlandı, 110 açıldı, 50 bağlandı. Başımda oldu 900, əlində oldu 22. Və yaxud da digər misalda, baxaq görək. 426, üstə gələ 180 deyəndə mən bu rahatlıqdan gəlirəm, bilirəm ki, başımda olur artıq 600. Çünki mən bunun gedişatın zamanla gedə-gedə artıq əzbərdən bilirəm. Amma yeni başlayan üçün, yenə deyirəm, yüzlüyü, minliyi yaddaşda saxlamaqda çətinlik çəkən üçün, əlində gedişatla beynində yüzlüyü qarışdıracaq insanlar üçün bu qayda hələ ki əvvəldə, yəni ən əvvəldə başlayarkən bu qayda çox işə yarayır və zamanla da öz təsirini göstərir. Məsəl üçün, deyirəm ki, 426, yenə də qaydıram əvvəlki misala. Üstə gələ 100, başımda oldu 580 deyəndə qardaşım 20-ni bağladım. Başımda oldu 600. Görürsünüz, 600-də səsli deyə bilərəm. İndi izah verirəm deyəm, indi mən gələcəm artıq o tempə. 600 başımda, üstə gələ 300 olanda 900, 20'yi 9 ilə biri bağlayıb onu açdım. Oldu 935. İndi artıq öyrəndikdən sonra hansı qaydada getməyi deyirsinizsə, burada artıq indi mən yüzlük yancı səsli deyəcəm. Çünki əlimdə artıq işləməyin qaydasını bilirəm. Məsələn, bu misalı gedəcək. 632 üstə gələ 108, üstə gələ 140. 600, 108 gedəndə başımda oldu 700, 140, 800, 880. Və yaxud digər bir misalda, məsəl üçün deyirəm ki, 400. Çünki əlimdə artıq 24 açmışım və onu səsli demirəm. Yalnız yüzlüyü deyirəm. 400, 500, 700,
800. Cavabım oldu 803. Məsəl üçün digər bir misalda 600, 700, 800, 900. Cavabım oldu 953. Bax, artıq əlimizdəki qaydaları zaman-zaman işləyə-işləyə gəlirik. Yüzlük, minliyi sadəcə səslə deyirik. Əlimizdəki karmadır karma yerində. Qardaşdır qardaş yerində. Qardaşdan çıxma, karmadan çıxma, onluqdan çıxma, yüzlükdən çıxma. Onlar artıq özü öz yerinə oturur. Biz artıq məsəl üçün yüzlük səslə deyirik. Yüzlük səslə niyə demək lazımdır deyə soruşarsınızsa, yenə də söylədiyim kimi, hər kəsdə yaddaş uzun müddətli yaddaş deyil. İnsan var ki, az əvvəl etdiyi bir şeyi unudur. Ona görə bunu səsli şəkildə deyəndə bu bizim işimizə çox yarayır və beynimizdə yüzlüyü, onluğu yaddan çıxarmırıq. Digər bir nümunə üzərində gedək, son misal olaraq. 500 və əlimdəkini görürsünüz, əlimdə açdığım 68-dir. Və bunu mən səsli şəkildə demirəm. Yalnız beynimdə yüzlük səsi deyirəm. 500, 600, 700, 800, 842. Yüzlükləri səsli dedim. Buradan qardaş gəldi, buradan nəsə getdi, buradan nəsə gələrsə, onlarda artıq səsimi çıxarmıram. Çünki onlar artıq öz əlində öz yerinə əyləşir. Mənə lazımdır beynimdəkini yadda çıxartmayım və yaxud beynimə atdıqlarım olanda onları da səsli şəkildə deyirəm. Digər qaydalar da təbii ki, misallarımızla işləyəndə burada bilirsiniz ki, sürətli proqram var. Məsəl üçün müxtəlif növləri var. Tezsaurada məsələn mən işlədirəm uşaqları, müəllimləri də yəni Tezsaura proqramından işlədirəm. Və çox gözəl şəkildə orada da bu üsuldan istifadə edərək böyük ədədlərin də cavabını tapmaq olur. Bu qədər çalışacağım ki, növbəti vaxt etdikcə çəkəcəyim videoda vurma bölməyə geniş yer ayırım. Çünki buna da tələbatın olduğunun fərqindəyəm. Yazırlar, istəyirlər. Amma yenə də kanalımdan yararlanıb hər zaman söylədiyim kimi və bu yararlanmadan mənə böyük təşəkkür payı ayıran, bunu ayrıca olaraq yazan, istər WhatsApp-ımda, istər YouTube kanalımın rəy bölümündə yazan hər kəsə də zəhmətə, əməyə dəyər verdiyiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olan, paylaşan, bəyənən hər kəsə də dərin təşəkkürümü bildirirəm. Növbəti videoda sizlərdə görüşərik. Hələlik.